Salam əziz şagirdlər, bu gün sizinlə uğur kurslarında keçirilmiş buraxılış imtahanı 5-in ingilis dili suallarının izahına baxacağıq. 56-da deyir ki, choose the correct tense forms, düzgün zaman formalarını seçin. After the students, after'dən sonra əgər zaman uzlaşması keçmişsə, had page ilə verə bilərəm, amma indiki zamanı da uzlaşdıra bilərəm. Baxsam, əvvəlcə zaman uzlaşmasına baxıram. Finishes, indiki zamanda taken midlə page'idir. Zaman forması sayılmır. Anı çıxaram. Had finished took. İkisi də keçmiş zamanda qalsın. Has finished takes. Yəni keçmiş bitmiş olur, amma indiki bitmiş olaraq götürülür onsuz da. C-ni də çıxacam. Had finished has taken. Burada zaman uzlaşması pozulub. Had keçmiş, has indiki zaman D-ni çıxaram. Has finished, had taken. Yenə zaman uzlaşması pozulub çıxsam. Qalacaq elə B variantı. Keçmiş bitmiş zaman və keçmiş sadə zaman. After the student had finished reading the book, she took it back to the library. Oxuyandan sonra kitabxanaya geri qaytardı deyir. 57-də. Okay. She traveled along the coast of the Mediterranean Sea last summer. Z artikılı A variantı. He apologized for being late and thanks us for our patience. Bu da A variantı olacaq 58-də. 59-da. When we arrived. Artıq when-dən sonra arrived keçmiş zaman verdiyi üçün mən indikiləri çıxmalıyam. Have indikili çıxacam. Have indikili çıxıram. Və artıq burada ikincisi də already zaman zərfi verir. Bu da keçmiş bitmiş zamandan və yaxud da indiki bitmişdən işlənir. Uzlaşmaya əsasən indikiləri çıxmışıq. Sadən də çıxsaq, yerə çıxacaq, qalacaq B ilə C arasında. Üçüncü tərəfdə artıq keçmişdə gəlməli olduğu üçün C-yə baxsam, has indiki zamandır, had-lə uzlaşmır. C-yə də çıxsam, qalır B variantı. When we arrived home, biz evə qayıdanda, the guests had already left. Artıq qonaqlar getmişdilər. And the children were playing in the garden. Uşaqlar bağda oynayırdılar və yaxud da bağçada. Choose the correct variant. She answered very. Answered fail olduğu üçün very quickly deyir bizə. Onsa quick çıxart 4 sifətdir. Çıxsam. İkincə də zən dediyi üçün mən müqayisə dərəcəsi götürməliyəm və 2-də eri yoxdur deyə 2-ni də çıxsam. Qalacaq B variantı. She answered very quickly, much faster than anyone else, and quickly və faster. Choose the correct sentence in the genitive case, yəli halda. Z-dən sonra soyad gəlibsə, mütləq cəmlənməlidir və apostrophe qəbul etməlidir. Görürsünüz, Smith Johnson təkdir. Aynəni bildirir. A çıxar. My sister is working dediyi üçün B-ni çıxaram. David is in the kitchen dediyi üçün C-ni çıxaram. Emma is reading olduğu üçün D-ni çıxaram. Qalır Y variantı. The boys' bicycles are outside. Oğlanların velosipedləri çöldədir. Y variantı. Browns bütün bir ailəni bildirdiyi üçün soyadı və Z artiklını işləməlidir. The Browns usually travel to France. Ölkələrlə boşluq idi. Or to the Netherlands. Bu artıq istisna olduğu üçün bunu Z-nə qoyacaq. In summer. Bu da olur Z. Boşluq və Z. C variantı. She has read. Books cəmisim olduğu üçün a little'dan sonra sayma isim gəlməlidir. Maçdan sonra sayma isim gəlməlidir. 2 ilə 4 çıxsaq. Qalacaq 1, 3, 5. So many cəmisim. Only a few cəmisim. A lot of cəmisim. Y variantı. A lot of'dan sonra təbii ki sayma isim də gələ bilər. Hazırda cəm vermişdir. Choose the pair of synonyms. Sinonimlər cütlüyünü seçin. Anxious, narahat. Worried, narahat. Elə A variantı. Visible, görünə bilən. Quiet, sakit. Accept, qəbul etmək. Refuse, rədd etmək. Increase, artırmaq. Reduce, azaltmaq. Ancient, qədim. Modern, müasir. Bunlar da çıxdılar. Choose the correct variant. The teacher gave me the task. Burada nöqtə isim olmadığı üçün ma'yı çıxaram. Ma'dan sonra isim istəyir. B-yə baxıram. Şəxs əvəzliyi ancaq cümlənin əvvəlində gəlir. Daha doğrusu xəbərdən əvvəl gəlir deyə B-ni çıxaram. Qaldım A, D, Y arasında. Burada yəlilik olmadığı üçün D-ni də çıxaram. Çünki mine mənimki yəli haldır. Müstəqil işlənən forması təbii ki də. Bu da çıxsa qalıram A ilə Y arasında. İkinci həftə söhbət tapşırıqlardan getdiyi üçün cəm olduğuna görə də it yox, zem qoyacam. O da olur Y variantı. The teacher gave me the task yesterday. I will finish them tonight.
Düzgün sual formasını istəyir. He all about that film because he it twice before. 2 dəfə əvvəl izləyib demək istəyir. He-dən sonra əgər indiki zaman verirəmsə S-nə verməliyəm. Knows və he-dən sonra da has olmalıydı. Şəxs uzlaşması xəbərlə pozulub anı çıxsam. Had known, so bu qalsın. Knew, had seen. Bu da qalsın. Uzlaşmalar uyğundur. Knows təşkil olmuş olsa belə have seen yine uzlaşmır. Has olmalıydı. New keçmiş zaman olsa da yine zaman uzlaşması pozulub. Yeni də çıxsam. Burada götürəcəm C variantını. Çünki əvvəl 2 dəfə görmüşdü dediyi üçün keçmiş bitmiş zaman verirəm. Və o bilirdi. Ümumi danışdığı üçün də C qalır. He knew all about that film because he had seen it twice before. Bu da twice before bitmiş zaman işlənir. Match the words with their definitions. Uyğunlaşdırın deyir. Effort, that it match, surface, set, deep, dərin. An attempt to do something that needs energy or hard. Biri olsa B. Surface, the outside top layer of something. Neyse üst səthi. Bu olsa A. C. Going far down from the deep or surface. The top of or surface. Deməli 1B, 2A, 3C. B variantı. What does the notice mean? Neyi bildirir? Social media notice. Users under 16 are not allowed to create public accounts without parental permission according to the new platform rules. Yeni qaydalara əsasən 16 yaşdan aşağı uşaqlara, yəni istifadəçilərə valideynlərin icazəsi olmadan hesab açmağa icazə verilmir deyir. All teenagers can freely open. Bütün yeniyetmələr açsa bilər deyir. Azadlıqla belə bir şey yox idi, icazə almalıdır. All the children need permission from parents. Bütün uşaqlar valideynlərdən icazə almalıdır. B-ni götürürük. Every account on the platform must be private. Şəxsi xüsusi olmalıdır. Bununla işimiz yoxdur. Parents are not allowed to use this platform. Valideynlərə icazə verilmir. İstifadə olunsun bu platformadan. Belə bir şey də yox idi. The platform will completely close next month. Tamamilə bağlanır deyə bir məlumat yox idi. Bitmiş. What's the writer's intention in this message? Deyəcək, yazısının niyyəti nədir bu mesajda? Hi Tom, salam Tom. We're planning to visit the city zoo this Saturday at 11 a.m. Bu 6-cı gün saat 11-də zooparkı ziyarət etmək fikrimiz var. The guide tour starts at noon. Tur saat günorta başlayacaq. So please arrive on time. Zəhmət olmasa vaxtındaca. Let me know if you can join us. Əgər bizə qoşulacaqsansa, mənə xəbərdar et. Bəs Sarah, to inform Tom that the zoo is closed. Tom'a zooparkın bağlandığını xəbərdar etmək istəyir. Elə bir şey yox idi. Anı çıxaram. Tom dedi to describe different animals. Belə bir şey də yox idi. Müxtəlif heyvanları təsvir etmək. Bunu da çıxsaq. To complain about the animals at the zoo. Şikayətlənmək. Bu da yox idi. Yəni zooparkda olan heyvanlardan şikayətlənmək yox idi. To explain why the trip was cancelled. Nəyə görə səfərin rədd olunduğunu və ya da təxirə salındığını göstərmək üçün belə bir şey də yox idi. To invite Tom to join the zoo visit. Tom'u zoopark səfərinə dəvət etmək istəyirdi. İyi olur. What can be understood from the message? Mesajdan nə başa düşülə bilər? Sports club information. Members must wear proper sports shoes during training sessions to avoid injuries. Klubun üzvləri training vaxtı, məşq vaxtı yaralanmalardan boyun qaçırmaq üçün, yəni uzaq durmaq üçün xüsusi idman ayaqqabıları geyinməlidirlər deyir. Wearing sports shoes during training is necessary. İdman vaxtı xüsusi idman ayaqqabılarını geyinmək vacibdir deyir. Elə A variantını götürürük. Digərləri də səhvdir. Left-handed people. Okay. Bunu oxumayacağam. Sadəcə qısa cavablar deməyə çalışacağım. What is the passage mainly about? Mətn haqqındadır.
The development of modern technologies, müasir texnologiyaların inkişafı, daily school activities, gündəlik məktəb fəaliyyətləri, the lifestyle of famous scientists, müasir alimlərin həyat tərzi, left-handed people and their experiences, solaxay insanlar və onların həyat təcrübələri deyini götürürük. Which statement is true according to the passage? Mətnə əsasən hansı fikir doğrudur? Left-handedness is considered a disease today. Xeyr, artıq natural ability olaraq qərar verilir bu günlərdə. Bir xəstəlik kimi görülmür. Hansısa all teachers support. Bütün müəllimlər xeyr, bəziləri dəstəkləyir. Left-handedness is connected to brain function. Beynin funksiyası ilə əlaqələndirilir. Bəli, C doğrudur. Why did some teachers, bizim correct answer istəyir. Why did some teachers force children to write with their right hand? Nəyə görə onları sağ əli ilə bəzi müəllimlər solaxayları sağ əllərinə yazmağa məcbur edirdi? They said it was more correct. Düşünürdülər ki, bu daha doğrudur. Biri götürürəm. They believed being right-handed was impolite. Sağ əlli olmaq nəzakətsizlikdir. Deyil, əslində sol əlli olmağa fikirləşirdilər. İşi çıxsın. Düzgün istəyirsən. They wanted children to be more creative. Daha yaradıcı olsunlar. Belə bir şey yox idi onunla əlaqəli. They thought that being left-handed was not courteous. Nəzakətli deyildi deyə fikirləşirdilər. Bəli, bu da doğrudur. Olacaq 1-dən 4. C variantı. Complete the sentence according to the passage. Mətnə əsasən cümləni tamamlayın. Left-handed people may face small challenges because many tools are designed mainly for right-handed users. D variantı. Əsasən sağ əllə istifadə olunan insanlar üçün, istifadəçilər üçün dizayn olunub əsas əşyalar. Which statements are false according to the passage? Hansıları səhvdir? False. Bəli, səhv istəyir. Left-handedness is unnatural both in the past and now. Həm indi, həm də keçmişdə qeyri-təbii bir bacarıq olaraq götürülürdü. Bu səhvdir, indi təbii götürülür. The brain has two halves. Beynin iki yarım kürəsi var. Doğrudur. Society is more accepting left-handed people today. İndi daha çox qəbul edir. Bu doğrudur. Being right-handed causes many children to feel uncomfortable. Sağxay olmaq əksər uşaqları, yəni çoxlu uşaqları narahat hiss etdirir. Əslində solaxay olmaq idi. 4-də götürürük. Səhv fikirlər istədiyi üçün 1 və 4-ü götürürük. Bu günü bu qədər uşaqlar. Sağ olun.